növbəti bir utanç verici bir rəzil görüntülər Azərbaycan televiziya məkanında yayımlandı. Yəni biz istəməzdik bu cür olsun. Yəni televiziya kanallarının hamısını ucuzdan tutmaq belə deyək, baltalamaq niyyətində deyilik. Bizim çox maraqlı verilişlərimiz də var. Televiziya kanallarımız da var. Layiqli Azərbaycan reallığına, Azərbaycan mədəniyyətinin ən yüksək dəyərlərini qoruyub saxlayaraq müasir dövrün çağırışlarına cavab verən proqramlar hazırlayırlar. Bu televiziya kanallarının da sayı az deyil. Biz onların rəhbərliyinə, onların işçilərinə, həmkarlarımıza dərin təşəkkürümüzü bildiririk ki, nə yaxşı ki bu kanallar var, nə yaxşı ki bu verilişlər var və dövlət televiziya kanalları, özəl televiziya kanalları içərisində bu cür proqramlar, bu cür buraxılışlar hazırlanır, yayımlanır. Bunu da qeyd etməliyik. Bu da ayrıca bir məsələdir. Mütləq ki, bunu dəyərini verməliyik. Amma bəzi proqramlar vardır, bəzi aparıcılar var ki, ora çıxan, dəvət olunan qonaqlar var ki, yəni təbii ki, 5 əlin barmaqları da bir deyil. Bir ailədən çıxan qardaşlar da hamısı bir olmadığı kimi, yəni kanallar hamı hər şeydə mükəmməl ola bilməz. Amma biz çalışmalıyıq ki, o zəif görünən, belə deyək, bizə çətinlik yaradan, problem yaradacaq nöqtələri görək, sağlam tənqid edib onun ötəsindən gələk ki, başqa qüvvələr, başqa ətrafımızda olmayan, xaricdə oturub müəyyən dairələrə, müəyyən şəbəkələrə xidmət edən şəxslər də bunu bizə qarşı kampaniya kimi çevirib üzərimizə gəlməsinlər. Biz elə daxilimizdə bu məsələni həll etməliyik. Özümüzə bu problemin üzərinə getməliyik. Və növbəti bir görüntü var. Azərbaycan televiziya kanalında Zaur Baxşəliyevin təqdimatında yayımlanan verilişdə dəvət olunan bir kişi, 90 yaşlı səhv etmirəmsə kişi, 35 yaşlı deyəsən, yaşı 35 olan bir qadınla yaşadığı, gördüyü intim hisslərini, intim duyğularını telekanal kamera qarşısında insanlara ötürür. Yəni 90 yaşlı bir kişi öz intim həyatını 35 yaşlı qadınla yaşadığı taleyi, yəni 90 yaşında nə intim həyat, nə görüntü, bu nə yaşayış, bu nə həyat, təbii ki, suallar çoxdur. Amma görüntülərə baxın, görək orada nələr deyilir, nəyə görə bunları biz görürük, yaşayırıq və təbii ki, münasibətimiz olacaq. Buyurun, izləyək. Salam. Aleykümselam. Əvvəz kişini tanıyırsınız? Səni evə aparan. Ha, tanıyıram ha. Sizin neçə yaşınız var? 35. 35 yaşım var. Mənə yalladım da. Sen bu kişiye demişsən sənin 65 yaşın var axı. Yo, 65 yaşım yoktu. 100 manat almışsan bu kişiden. Ne olub ki, bir dənə denən görə? Bu kişinin 93 yaşı var. Sen bunun evine neye gitmiştin? Onun eline gitmişəm. Ha. Özü bilmir. Nədir? Deyir özü bilmir onun evine neye gitmişim. Sen bəs görmürsən ki bunun 35'ti yoksa 65'ti. Yox, badanda vardı da. Bedenler var. Ha. Senin 35 yaşın var. Sen gedəndə sana demediler ki 93 yaşında kişinin yanına gedirsən. Yo, onu mənə o demədilər. Ne dediler? Dediler bunun 40 yaşı var. Yox, heç yaşını soruşmadım, nə demədilər. Bəs axı deyir ki sen ona demişsən ki senin 65 yaşın var. Mənim? Ha. Yox, başladım, yox. Mən Ne neydi geldin eve? Ha? Ne geldin benden? Sən mənə apardın, mən gəldim də. Deyirsən mən apardım ben de geldim de. Ha. Yalan. Mən öz başına mən səni Yalan. tanıyırdım, Əbil Fəskişi. O nədir danışırsan? Görün, nə səviyyəyə gəlib, nə günə düşmüşük ki, hansı məsələləri müzakirə. Sözün həqiqi mənasında insanın əli üzündə qalacaq görüntüləridir. Adam söz tapmır danışmağa, deməyə. Nə deyəsən, yəni bu görüntü üzərinə. Bəlkə də kişinin özünün xəbəri yoxdur. Onu ora nəyə çağırıblar, niyə çağırıblar, nə danışırlar. Bugün 90 yaşında bir kişini ora tutub, əlindən, qolundan tutub, bəlkə də evdən də güclə gətiriblər. Bu ayaq üstə dura bilmir. Hansı səviyyədədir, nə vəziyyətdədir. Yəni bunlar qalıb bir tərəfə, 90 yaşında kişi gəlib öz intim həyatını kameralar qarşısında insanlara çatdırır və bunu müəyyən bir üslubda tamaşaçı qarşısında ifadə edən sözlər işlədir. Bunu da təbii ki, Zaur Baxşəliyevin televiziya verilişində bu kadrlar, bu görüntülər yayımlanır. Yəni bunu zaurlar etsin, qeyri-zaurlar etsin, kimlər nə edir etsin. Yəni amma bu Azərbaycan cəmiyyətinə təsir edir axı. Bunu bir nəfər, iki nəfər, yəni özləri deyil, ətrafında olan başqaları da bu görüntülərin təsiri altına düşürlər. Yəni tutaq ki, deyək, bir gənc nəsil var, müəyyən bir insanlar var, həyatı, yaşayışı yeni-yeni necə olmaq lazım, necə baxmaq lazım, həyatda öz yerini hansı səviyyədə tutmalıdır, dərk etməyə çalışır. Ağ saqqallardan, ağ bir şeylərdən nəsə nümunə götürməlidir. Hər halda bu çətinlikləri necə görüb, hansı səviyyədə anlamalıdır. Bu ağ bir şeylərə, bu ağ saqqallara baxıb, bu hansı nümunəni götürəcək? Götürəcək ki, 90 yaşında bir kişi, 35 yaşında, 65 yaşında bir qadını 100 manat qarşısında tutub efirə, belə deyək, hansısa bir yerə aparır. Orada nəsə intim bir hisslər, intim bir səhnələr, duyğular və bunlar gəlib televiziya qarşısına çıxır. Yəni bu həyatı, bu Azərbaycan cəmiyyətini, yaşayışımızı niyə biz bu hətta bu səviyyəsizlik dərəcəsi, səviyyə deyil əslində, bu səviyyəsizliyin ən son həddidir, ən son dərəcəsidir. Yəni söz tapmırıq demək artıq. Əlimizi üzümüzdə qoyaq,
Yəni nə deyək, haramızı tutaq, haramıza nə edək ki, bax bu görüntüləri biz yaşayırıq, bunları görürük. Yəni bu hara qədər gedəcək, nə qədər gedəcək? Az öncə də bu məsələ ilə bağlı münasibət bölüşdük, fikirlərimizi dedik. Yəni 90 yaşında kişi nəyə görə oturub orada intim həyatından danışmalıdır, müzakirə etməlidir. Aparıcı da onu belə deyək üzərinə gedib bu məsələləri qabartmalıdır. Bu şoudur, bu kampaniyadır, bu təbliğatdır, amma konkret olaraq bunun nəticələri Azərbaycanda əxlaqi dəyərlər, milli mənəvi dəyərlər, ailə üsulları hamısı pozulur. Mən verilişlərin birini xatırlayıram. Səhv etmirəmsə 70 yaşlı bir qadın, elə deyəsən Zaurun verilişidir. Gəlib orada iştirak edirdi və sual verirdik. Zaur Baxşəliyev sual verdi ki, 70 yaşında bu evlilik proqramı idi. Bura gəlib məqsədin nədir? Evlilik proqramında 70 yaşında niyə gəlibsən? Sən bu yaşdan sonra ana mı olacaqsan? Yəni 70 yaşlı qadına sual verir. O da deyir, yox, mən ana yox, ata olmağa hazırlaşıram. Yəni güya bunu zarafat xatirinə deyir. Belə bir yumor hissi ilə, belə bir fikir səslə. Azərbaycan cəmiyyətini bu hala, bu toplumumuzu bu duruma gətirib salan proqramlar, bunlar zarafat xatirinə deyil. Amma bu zarafat kimi görünür, amma sonu nə ilə nəticələnir, hara qədər gəlib çıxır, ya bu bəllidir. Bu Azərbaycan cəmiyyətinə belə deyək, ünvanlanan ucuz şoudur, ucuz təbliğatdır, amma dəyərlər sistemimiz pozulur, ailə institutlarımız sarsılır və buna baxan gələcək nəsil də bu ruhda, bu belə deyək, əhval-ruhiyyədə böyümək, yaşamaq məcburiyyətində qala bilər. Hala bizim çağırışımız, bizim içimizdən keçənlər bu görüntülərin olmamasıdır, yayılmamasıdır, təqdim olunmamasıdır. Kim olur olsun, adlar önəmli deyil. Zaur olsun, qeyri-zaur olsun. Yəni Elgizin proqramında da başqa bir məsələ müzakirə olmuşdu. İlham Elşad qızı məhz tanınmış TikToker. Daxili İşlər Nazirliyi tərəfindən saxlanıldı, əməliyyat keçirildi ona qarşı. Ətrafında müəyyən bir qüvvələri cəmləşdirərək əxlaqsızlıq məsələlərini TikTok sosial şəbəkə hesabında paylaşırdı və bölüşürdü və bunun üzərindən reyting yığmağa çalışırdı. Həmin İlham Elşad qızlar hardan gəldi, hardan yetişdi? Və bu proqramlardan ortaya çıxan adamlardır. İndi onların başını buraxıblar, keçiblər 90 yaşlı kişilərə və başqalarına ki, gəlin öz intim həyatınızı, heç olmayan həyatınızı, yəni 90 yaşında kişi nə intim həyat, hansı səhnə, nə yaşaya bilər, nə həyat ola bilər. Yəni bunun 20 yaşı, 30 yaşı, 35 yaşı olsa başa düşək. 90 yaşında kişinin orada intim həyatı kimə lazım, nəyə lazım? Ümumiyyətlə bu tipdə belə şey mümkündürmü, mövcuddurmu? Yəni belə nəyə görə biz bunları danışmalıyıq? Nəyə görə bunlar müzakirəyə çıxarılmalıdır? Yəni olmayacaq, eşitmədiyimiz, görməyəcəyimiz, ağlımıza belə gətirməyəcəyimiz şeylər bəzən televiziya kanallarında yayımlanır. Yəni buna da deyəcək bir söz qalmır. Yəni bu görüntülər özü artıq hər şey deyir ki, biz nə ilə üzəyik və üzdə olduğumuz hallarda göstərib cəmiyyətimizə nümunə kimi biz təqdim etməliyik ki, bu kimi halları edənlər, göstərənlər, yayanlar bəlkə heç olmasa bir arlarına, bir abırlarına, bir utanc hisslərinə, damarlarına bir onların bir basaq ki, toxunaq ki, etdikləri hərəkətə görə dərs çıxarsınlar. Amma görünən odur ki, hələ də bu dərs çıxartmaq istəmirlər. Amma görək hara qədər və nə qədər. Bunu hər halda zaman göstərəcək.